xanım. Mən bugün sizinlə isim bölməsindən ismin morfoloji quruluş növləri haqqında danışacağım. İsim əşyanın adını bildirən əsas nitq hissəsidir. Who və what suallarına cavab verir. Who kim deməkdir, what isə nə deməkdir? Morfoloji baxımından ismin quruluş isə 3 növləri var. Simple nouns, sadə isimlər, derivative nouns, düzəltmə isimlər, compound nouns, mürəkkəb isimlər. Gəlin bunlar haqqında bir ayrılıqda danışaq. Simple nouns, sadə isimlər heç bir şəkilçidən istifadə olunmur. Bir kökdən ibarət olan isimlərdir. Yəni bu sözlərə heç bir şəkilçi artırılmır. Məsələn, e-book, e-pen, e-table bunlarda heç bir şəkilçi yoxdur. Sadəcə sözün kökündən istifadə olunur. Bunlar sadə isimlər adlanır. İkinci kateqoriya düzəltmə isimlər. Kök və şəkilçidən ibarət olan isimlərdir. Yəni düzəltmə isimləri başqa nitq hissəsindən olan digər sözlərə şəkilçilər artıraraq biz düzəltmə isimlər düzəldirik. İngilis dilində şəkilçilər, affikslər 2 kateqoriyaya bölünür. Suffikslər və prefikslər. Suffikslər, gəlin ilk olaraq suffikslər haqqında danışaq. Suffikslər sözün sonuna artırılan şəkilçilərdir. Burada gördüyünüz qırmızı rənglə işarələdiyim şəkilçilər hamısı ingilis dilində isim bölməsindən isim düzəldən suffikslərdir. Biz bu suffikslərin hər birini əzbər öyrənməliyik. Suffikslərdə vurğulamaq istədiyim bir məqam bəzi şəkilçilərin, suffikslərin homonimlik təşkil etməsidir. Bunlardan ən çox işlək forması şib şəkilçisinin homonimliyinin olmasıdır. Şib şəkilçisi, şib həm şəkilçi kimi işlənir, həm də gəmi tərcüməsində adi bir söz kimi işlənir. Bəzi sözlərdə, məsələn, friendship, leadership, bu tipli sözlərdə şib şəkilçidir və isim düzəldir. Söz düzəltisi şəkil kimi iştirak edir. Bəzi sözlərdə isə, məsələn, burada qeyd etmişəm, airship, warship, spaceship, battleship, steamship. Bu sözlərdə ship adi bir sözdür və mürəkkəb isim yaradıb. Digər sözlərlə birləşib mürəkkəb isim yaradıb. Keçdik prefikslərə. Prefikslər sözün əvvəlinə, önünə artırılan şəkilçilərdir. İngilis dilində isim düzəltmək üçün 4 dənə prefiksdən istifadə olunur. This, miss, in, an. Biz bu prefiksləri də əzbər öyrənməliyik. Disagreement, agreement sözünün önünə artırmışıq. This, miss, behavior, behavior sözünün önünə artırmışıq. Miss. Bunlar isə prefikslərdir. Mürəkkəb isimlər 2 və daha artıq isimlərin birləşməsi ilə əmələ gəlir. Məsələn, mürəkkəb isimlər bitişik yazıla bilər, defislə yazıla bilər, ayrı yazıla bilər. Məsələn, schoolboy sözü, school və boy sözünün birləşməsi ilə düzəlib. 2 dənə ayrı-ayrı sözdür, mürəkkəb yazılır. Ya da söz önlərin köməyi ilə yaranan, məsələn, brother-in-law sözü, söz önlərin köməyi ilə yaranan defislə yazılır. Məsələn, brother-in-law. Bunlar hər biri mürəkkəb isimdir.